Hörmətli izləyicilərim, bugün sizlərə Maçlar isməsində notariusun arxasında 2 mərtəbəli belə bir şəxsi tikili evlə tanış edirəm. Əgər səhifəmizi izləyirsinizsə bu evi görmüşsünüzdür. Yəni bu da evin qiyməti endirimdədir. Düşüb 185.000 manata, 195.000 manatdan düşüb 185.000 manata. Sənəd kupça paket. Darvazası geniş. Ön hissəsində belə gözəl yaşıllıq zonası. Bütün kommunallar hamısı var. Qazı, suyu, işığı, say ağacları mövcuddur gördüyünüz kimi. Daxil olaram evin həyətyanı sahəsinə. Yəni rahatlıqla da həyətinə maşın daxil ola bilir. Onu da qeyd edim ki, evin həm sağ hissəsinə, həm sol hissəsinə, arxasına keçmək mümkündür dəyərli izləyicilərim. Və bir nüans da var ki, onu qeyd edeyim. Gördüyünüz burada qonşulardan heç birinin pəncərəsi falan həyətə baxmır. Rahatlıqla yəni bu evdə yaşamaq mümkündür. Evin ön hissəsi eyvanlandır, içərisində də alt hissəsi padvallandır. Təqdim edəcəm sizə. Yəni evin kürsüsü var. Göstərəcəm sizə inşallah. Həyətin bu hissəsində belə bir söhbətgahı var. Həm də yay mətbəxi kimi istifadə olunur dəyərli izləyicilərim. Manqalına qədər mövcuddur. Belə. Burada isə yaşıllıq zonasıdır. Meyvə ağaclarıdır. Gördüyünüz kimi barına qədər var üstündə. Burada da meyvə ağaclarıdır hamısı. Bəzək gülləridir. Səliqəli şəkildə əkilib. Belə bir yaşıl zona yaradılıb. Buradan evin arxasına keçmək mümkündür. Kombisi gördüyünüz kimi o hissədə quraşdırılıb. Burada həm də əldamı kimi də istifadə etmək mümkündür. İndi isə keçəcəm evin otaqları ilə sizi tanış etməyə. Daxil olaq evin içərisinə. Yəni qiymət olaraq endirimdədir dəyərli. 10.000 manat endirimdədir. Keçəm də evin otaqlarına. Ev özü cütdaşlandı, təmiri də əladır. Daxil olduq, evin koridor olan hissəsidir bura. Buradan solda deməli. Dediyim ki, evin demişdik ki, padval hissəsi mövcuddur. Geniş böyük padval var burada. Və koridorun sağında yerləşir. Belə bir mətbəx. Bu hissədə sanitar qovşaq və hamam otağıdır. Geniş böyük və burada isə belə bir yataq otağıdır. Gördüyünüz kimi böyük. Bu hissəsində isə evin belə bir böyük qonaq otağıdır. Onu da qeyd edeyim ki, gördüyünüz kimi kamera sistemidir evdə. Həyət yəni kamera sistemdədir. Daxil olan ikinci mərtəbəyə. Onu deyim ki, bu evdə iki ailənin yaşaması da mümkündür. Rahat bir şəkildə. Çıxırıq evin yuxarı mərtəbəsinə. Burada belə bir eyvanı var. Gördüyünüz kimi ikinci mərtəbənin. Və ikinci mərtəbənin hol hissəsi sağda da yerləşir. Belə bir yataq otağı. Burada digər bir böyük qonaq otağıdır və bu hissədə isə sonuncu bir yataq otağı dəyərli izləyicilərim və ikinci mərtəbəyə aid sanitar qovşaq və hamam otağı da bu hissədə yerləşdirilir. Sənəd dediyim kimi kupça çıxarışdır, paket sənəddir. Evin yəni tikintisindən söz ola bilməz, şəxsi tikili evdir. Təmiri göz önündə dəyərli izləyicilərim, yəni hazır təmirli evdir. Onu da qeyd edeyim ki, qiymətdə bu dəqiqə 185.000 manat deyilir, real alıcıya endirim var inşallah. Əlaqə nömrəmiz aşağıda və səhifənin bio hissəsində mövcuddur. Bu və bunun kimi digər evlər tanış olmaq istərsəniz, səhifəmizə daxil olub baxa bilərsiniz. Bizdə unutmayın, sağ olun.